Gələcəyi bilmək. Bu həmişə insanlığın ən böyük arzularından biri olub, elə deyilmi? Elədir, bəli. Bəs əgər desək ki, maşınlar artıq sabah nə olacağını, bəlkə də bizdən daha yaxşı təxmin edə bilir. Maraqlı fikirdir. Ola bilsin, birja proqnozlarında ya da, məsələn, kiber hücumların qarşısını almaqda. 1 və 0-a xoş gəlmisiniz. Bugün çox maraqlı, hətta biraz da qorxulu səslənən bir suala cavab axtaracağıq. Süni intellekt həqiqətən də gələcəyi proqnozlaşdıra bilərmi? Gəlin bu mövzunu biraz, belə deyək, detallı açaq. Əlbəttə. Əvvəlcə bəlkə də proqnozlaşdırmanın özü nədir, ona baxaq. Buyurun. Çox sadə dildə desək bu, keçmişdə nə olub, indi nə baş verir, bu məlumatlara əsaslanaraq gələcək haqqında təxminlər yürütməkdir. Yəni, min illərdir insanlar bunu edir. Bəli, fala baxmaqdan tutmuş. Elədir, amma indi fərqli olan, yeni olan, süni intellektin bu sahəyə gətirdiyi imkanlardır. İnanılmaz imkanlar. Maşın öyrənməsi alqoritmləri deyirik biz buna. Hə, maşın öyrənməsi. Bəli. Bunlar çox böyük, yəni həqiqətən nəhəng həzmdə məlumatı götürür, oradakı gizli qanuna uyğunluqları, əlaqələri tapır və bunun əsasında proqnoz verməyi öyrənir. Yaxşı, başa düşdüm. Bəs konkret olaraq bugün süni intellekt harada istifadə olunur bu proqnozlaşdırma işində? Məsələn, maliyyə dünyası haqqında çox danışılır. Orada necədir vəziyyət? Bəli, maliyyə yəqin ki, ən çox göz önündə olan sahədir. Birja ticarət botları var, çox populyardır. Eşitmişəm. Süni intellektin, belə deyək, statistikaya, riyazi modellərə, qanuna uyğunluqlara baxaraq çox effektiv ticarət edə biləcəyi düşünülür. Ancaq... Amma bu çox qızğın müzakirə mövzusudur açığı. Yəni, bəzi uğur hekayələri var məsələn. Renaissance Technologies kimi fondlar var ki, heyrətamiz nəticələr göstərir. Amma yenə də sual qalır, bu həqiqətən alqoritmin zəkasıdır, yoxsa sadəcə şanslı ya da o anki bazar şərtləri ilə bağlıdır? Yoxsa sadəcə insanın edə bilməyəcəyi sürətlə reaksiya verməkdir? Yəni, gələcəyə görmək deyil, sadəcə çox sürətli olmaqdır. Bəli, bir növ. Həm də bu sahədə uğur qazanmaq üçün onu da qeyd edim ki, çox böyük hesablama gücü lazımdır. Çox sürətli məlumat axını, yəni real zamanda hər şeyi izləmək. Və çoxlu data. Və əlbəttə, dəhşətli həcmdə tarixi və cari məlumat. Bu da adətən bilirsiniz, böyük şirkətlərin, iri investisiya fondlarının əlində olan bir şeydir. Aydındır. Həmçinin süni intellekt təkcə qiymətlərə baxmır. Məsələn, xəbərləri, bloqları, sosial medianı analiz edərək, investor əhval-ruhiyyəsini təxmin etməyə çalışır. Yəni, insanlar nə düşünür, nə hiss edir, onu da anlamağa çalışır. Maraqlıdır. Bəs başqa sahələr, kiber təhlükəsizliyi dediniz bayaq, orada proqnozlaşdırma çox vacibdir yəqin ki. Tamamilə doğrudur. Orada hətta deyərdim ki, yanaşma kökündən dəyişir, süni intellekt sayəsində. Necə yəni? Baxın, əvvəllər ənənəvi yanaşma necə idi? Hücum baş verirdi, ondan sonra reaksiya verilirdi. Yəni, zərər dəyəndən sonra. Bəli, yanğını söndürmək kimi. Elədir. İndi isə süni intellekt sayəsində proaktiv yanaşmaya keçilir. Yəni, hücum olmadan öncə onu görməyə çalışmaq. Bu necə mümkündür? Maşın öyrənməsi modelləri var ki, bunlar dayanmadan şəbəkə trafikini, sistem jurnallarını biz log deyirik, yəni kompüterlərin, serverlərin bütün fəaliyyət qeydlərini analiz edir. Bu nəhəng data axınında normal olmayan, qeyri-adi şübhəli nümunələri, yəni anomaliyaları axtarır. Məsələn, birdən-birə qeyri-adi həcmdə data axını başlayırsa ya da kimsə sistemə qəribə sorğular göndərirsə, süni intellekt bunu görüb həyəcan təbili çalır. Deyir ki, burada nəsə düz getmir. Bu da potensial təhlükələri, yeni virusları, hacker hücumlarını hələ baş vermədən müəyyən etməyə və qarşısını almağa imkan verir. Çox təsirlidir. Hətta deyəsən daha qlobal miqyasda da, məsələn, bütöv bir ölkənin iqtisadiyyatı ilə bağlı da proqnoz cəhdləri var. Bəli, bu da çox maraqlı, yeni bir istiqamətdir. Burada generativ süni intellekt deyilən bir texnologiya önə çıxır. Yəni, bu təkcə analiz etmir, həm də yeni məzmun, mətn yarada bilir. Dili çox dərindən anlayır. GPT kimi, məsələn. Bəli, o tip texnologiyalar, amma daha spesifik məqsədlər üçün. Məsələn, bu texnologiya böyük şirkətlərin rəhbərlərinin konferans zənglərindəki çıxışlarının, maliyyə hesabatlarının mətnlərini, yəni strukturlaşdırılmamış yazı şəklində olan böyük həcmdə məlumatı təhlil edir. Nəyi öyrənmək üçün?
Öyrənmək üçün ki, bu menecerlər, rəhbərlər, üdem, ümumi daxili məhsul, artımı, istehsal həcmi, məşğulluq səviyyəsi kimi vacib iqtisadi göstəricilər barədə nə düşünürlər? Gözləntiləri nədir? Nikbindilər yoxsa bədbin? Aha. Və bütün bu təhlillər əsasında süni intellekt iqtisadiyyat skoru adlı bir ölçü, bir indeks yaradırlar. İddia olunur ki, bu skor gələcək iqtisadi trendləri, aktivliyi proqnozlaşdırmaq gücünə malikdir. Çox iddialı səslənir. Bəs yaxşı, bütün bu sahələrdə süni intellekti bu qədər bacarıqlı edən nədir? Yəni, insan analitikdən fərqi nədir? Təkcə çoxlu datanı sürətli emal etməkdirmi? Sürət və data həcmi çox vacibdir, amma tək səbəb o deyil. Daha dərin texnoloji səbəblər var. Məsələn, proqnozlaşdırıcı neyron şəbəkələri kimi texnologiyalar. Neyron şəbəkələri, insan beynini təqlid edən. Bəli, bir növ, onlar məlumatların çoxsaylı qatlarından keçərək öyrənir və ilk baxışda görünməyən çox incə, çox mürəkkəb, gizli əlaqələri, qanun uyğunluqları aşkarlaya bilir. Yəni, insanın bəlkə də heç vaxt fərqinə varmayacağı detalları tutur. Bundan başqa, məsələn, Monte Carlo simulyasiyası kimi metodlar var. Bu nə deməkdir? Bu, o deməkdir ki, süni intellekt gələcəyin tək bir senarisini deyil, minlərlə, hətta milyonlarla mümkün variantını modelləşdirir. Yəni, əgər belə olsa nəticə bu olar, əgər başqa cür olsa, o olar kimi. Tam olaraq və hər bir mümkün nəticənin baş vermə ehtimalını hesablayır. Yəni, bu nəticənin ehtimalı 70%-dir, digərinin 20%, başqa birinin isə 10 kimi daha dəqiq, daha əhatəli bir mənzərə təqdim edir. Bu da proqnozlardakı qeyri-müəyyənliyi və riski daha yaxşı başa düşməyə kömək edir. Tək bir təxminə bağlanıb qalmırıq. Anladım. Çox məntiqlidir. Amma əvvəldə də dediyiniz kimi müzakirələr var. Yəqin ki, bu proqnozların da öz çətinlikləri, öz sərhədləri mövcud elə deyilmi? Yəni, süni intellekt hər şeyi görə bilmir yəqin ki. Əlbəttə, əlbəttə. Məhdudiyyətlər çoxdur və onları anlamaq çox vacibdir. Birincisi və ən əsası, süni intellekt keyfiyyətli məlumata, belə deyək, acdır. Yemək kimi? Elə bir şey, gülür. Məlumat nə qədər çox, nə qədər təmiz, nə qədər dəqiq olsa, modelin proqnozları da o qədər yaxşı olar. Amma real həyatda məlumatlar həmişə natəmiz olur, çatışmazlıqlar olur, onları təmizləmək, hazırlamaq özü böyük bir işdir. Başqa nə çətinliklər var? İkincisi, modellərin özü ilə bağlı problemlər var. Məsələn, həddən artıq öyrənmə deyilən bir şey var. Overfitting. Bu nədir? Model keçmiş məlumatı o qədər yaxşı əzbərləyir ki, sanki imtahana hazırlaşan tələbə kimi, ancaq əzbərlədiyini bilir. Yeni, biraz fərqli bir vəziyyət çıxanda çaşıb qalır, səhv proqnozlar verir. Yəni, keçmişə çox bağlanıb qalır. Bəli. Bunun əksi də var, az öyrənmə, underfitting. Bu zamansa model o qədər sadə olur ki, datadakı əsas trendləri, vacib əlaqələri belə tuta bilmir. Amma bəlkə də ən fundamental məhdudiyyət, Buyurun. Ən fundamental məhdudiyyət odur ki, süni intellekt əsasən keçmişdə baş verənlərə baxıb öyrənir. Keçmişdəki nümunələrə, təkrarlanan hadisələrə əsaslanır. Amma gələcək həmişə keçmişin təkrarı olmur. Tarixdə heç vaxt baş verməmiş, tamamilə yeni, gözlənilməz hadisələr olur. Biz buna qara ququşu fenomeni deyirik. Qara ququşu, yəni heç gözləmədiyim bir şey. Tamamilə. Pandemiya kimi, böyük maliyyə böhranları kimi, süni intellektin bu cür hadisələri, məlumatlarda izi olmayan faktorları proqnozlaşdırmaqda çox çətinlik çəkdiyini, hətta bacarmadığını söyləmək olar. Və bir də xüsusilə maliyyə kimi sahələrdə maraqlı bir dinamika var. Proqnozun özü gələcəyə təsir edə bilər. Bu necə olur? Təsəvvür edin, çox nüfuzlu bir süni intellekt modeli deyir ki, filan səhim kəskin ucuzlaşacaq. Əgər çoxlu investor bu proqnoza inanıb o səhmi satmağa başlasa nə olacaq? Səhm həqiqətən də ucuzlaşacaq. Bəli. Yəni, proqnoz özü-özünü reallaşdıran bir kəhanətə çevrilə bilər. Bu da işləri qəlizləşdirir. Çox detallı şəkildə oxuyaraq, müəyyən sahələrdə xüsusilə də yaxın gələcəklə bağlı təxminləri getdikcə daha yaxşı edir. Amma o həqiqi mənada gözlənilməzi, o sizin dediyiniz qara ququşlarını görə bilirmi? Bu mümkündürmü ümumiyyətlə? Bax, bu həqiqətən də milyon dollarlıq sualdır və məncə bunun qəti cavabı hələ yoxdur. Bəlkə də heç olmayacaq.
Süni intellekt güclü bir alətdir, amma o bir növ güzgüdür, keçmişə baxır. Gələcəyin tamamilə fərqli olacağını görə bilmir. Bəs biz bu proqnozlara nə qədər güvənməliyik? Bu da çox vacib məsələdir. Süni intellektin verdiyi proqnozlara getdikcə daha çox arxalanmağımız bizim öz qərar vermə prosesimizə, riskləri necə qiymətləndirdiyimizə və ən əsası həqiqi sürprizlərə, o gözlənilməz hadisələrə necə hazır olduğumuza təsir edir. Bəlkə də həddən artıq güvən bizi arxayınlaşdırır. Yəni, süni ittilbi deməli belə olacaq deyib başqa ehtimalları düşünmürük. Ola bilər. Bəlkə də əsas məsələ süni intellektin təqdim etdiyi o soyuq, riyazi ehtimal hesablamaları ilə insanın sahib ola biləcəyi intuisiya, təcrübə, konteksti anlama bacarığı və həqiqi uzaq görənlik arasındakı fərqi dərk etməkdir. Onlar bir-birini tamamlamalıdır, əvəz etməməlidir. Bu barədə düşünməyə dəyər.